İzləyicilərimizin çoxsaylı xahişlərini nəzərə alaraq bugünkü videomuzda 100 ana qoyunluq təsərrüfatın illik nə qədər xərc və gəlir gətirməsi haqqında danışacağam. Bu miqyasda işi düzgün planlaşdırmaq, yem bazasını, qabaqlayıcı tədbirləri əvvəlcədən hesablamaq çox vacibdir. 100 baş ana qoyunun illik saxlama xərcləri, yem rasionu, dərman baytar xərcləri və quzu satışından əldə olunacaq illik xalis gəlirini hesablayıb sizin diqqətinizə çatdıracağam. Bu hesablama rayonlara, kəndlərə görə də dəyişə bilər. Gələk qoyunçuluğun ən böyük xərclərindən birinə. Sözsüz ki, söhbət otdan gedir. Qışı 5 ay, yəni 150 gün götürürəm. Tutaq ki, bir qoyuna gündə orta hesabla 1,5 kiloqram quru ot versək, 100 qoyun üçün gündə 150 kiloqram ot eləyir. Qışı da 150 gün götürdüyümüzə görə 150-ni 150-yə vurduq, eləyir 22.500 kiloqram ot. Yəni 22,5 ton ot eləyir. İndi bunu ot bağı kimi, yəni pres kimi hesablayaq. Əgər bir ot bağı ortalama 25 kiloqramdırsa, 900 bağ ot eləyir. Deməli 100 qoyun üçün 5 aylıq iş üçün təxminən 9 baş bağ ot lazım ola bilər. Doğulan quzuların satışa qədər yeyəcək otunu da 500 bağ hesab edirəm. İndi bir bağın qiymətini nümunə olaraq 5 manat götürək. Yəni 900 qoyunlar üçün, 500 də quzular üçün, yəni 1400 ot bağlaması. 5-ə vururam, eləyir 7000 manat. Deməli, ot xərci ümumi götürəndə, yəni 7000 manat xərc tutacaq. Amma bundan çox vacib bir məqam var. Əgər qoyun saxlayan şəxs öz otunu biçirsə, 7000 manatın hamısı cibindən çıxmaya bilər. Lakin öz otumdur, pulsuzdur demək də düzgün yanaşma deyil. Çünki ot biçmək üçün müəyyən, yəni belə deyək, traktor lazımdır və yaxud da ki, işçi qüvvəsi lazımdır. Bunun preslənməsi, daşınma xərcləri, işçi qüvvəsi və s. yəni öz otunun da maya dəyəri var. Amma hazır ot alan şəxslə müqayisədə öz yemini hazırlayan, yəni qoyun saxlayanın üstünlüyü çox böyükdür. Qoyuna yalnız ot verməklə yüksək məhsuldarlıq almaq həmişə mümkün olmur. Xüsusilə qışda boğazlığın son dövründə və doğuşdan sonra süd verən qoyunların əlavə enerjiyə ehtiyacı var. Tutaq ki, orta hesabla bir qoyuna gündə 400 qram arpa versək, 100 qoyun, yəni gündə 400 qramdan 40 kiloqram yəni arpa eləyir. Bayaq da dediyim kimi, yəni qışı da 150 gün, 5 ay nəzərdə tutsaq, 40 kiloqramı 150 günə vursaq, eləyir 6 ton arpa. Yəni qoyunlar artıq 6 ton arpa yeyəcək. 3 ton da doğulan quzuların satışa qədər arpa yesə, cəmi birlikdə 9 ton arpa eləyir. Arpanın kilosunu ortalama 35 qəpikdən alsaq, 3150 manat edir. Biz bunu 3500 manat götürək. Yəni çünki yemin daşınması və s. xərcləri də nəzərdə tuturam. Çoxlarının unutduğu, amma qoyunçuluqda vacib olan xərclərdən birinə baxaq. Mineral duz. Qoyunların qarşısında daim mineral duz və ya mineral yalama daşı saxlamaq faydalıdır. Tutaq ki, 100 qoyun və doğulacaq quzular üçün il ərzində 500 manatlıq mineral duz və mineral əlavələrə büdcə ayıraq. Qoyunçuluqda heyvan xəstələnəndə dərman alaram prinsipi düzgün yanaşma deyil. Əsas məsələ xəstəliklərin qarşısını almaqdır. Peyvəndlər, parazitlərə qarşı mübarizə, vitamin və mineral əlavələr, lazım olduqda antibiotik və digər müalicələr xərc yaradır. 100 baş qoyun üçün və doğulacaq quzular il ərzində orta hesabla
1500 manatlıq baytarlıq büdcəsi nəzərdə saxlamaq lazımdır. Ona görə yaxşı fermer xəstəlik çıxandan sonra deyil, əvvəlcədən profilaktik tədbirlər görmək çox vacibdir. İndi gəlirik hamının ən çox maraqlandığı hissəyə. Neçə quzu doğulacaq? Burada bir neçə fərqli ssenari var. Əgər 100 qoyunun hamısı sağlamdırsa, hamısı damazlıq üçün yararlıdırsa və qoçlama yaxşı təşkil olunubsa, 100 qoyundan 100-dən çox quzu almaq mümkündür. Məsələn, 100 ana qoyundan əkizlik və ildə 2 dəfə doğan quzuları da nəzərə alsaq, təxminən 130 quzu almaq olar. Quzular da 5-7 aylıq olanda bir başını ortalama 300 manatdan satsaq 39.000 manat edir. İndi qazancdan xərcləri çıxaq, görək nə qədər qazanc qalacaq. 7.000 manat ot, 3.500 manat arpa, 1.500 manat dərman baytarlıq xərcləri və 500 manat mineral duz. Birlikdə toplam xərc 12.500 manat edir. Deyək 13.000 manat. 39.000 qazancdan 13.000 manat xərci çıxanda 26.000 manat, yəni qazanc qalır.